Əziz tamaşaçılarımız, mövzumuzu studiyamızın qonağı ilə davam etdiririk. Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev studiyamızın qonağıdır. Sabahınız xeyir olsun, xoş gəlmişsiniz. Bayramınız mübarək. Sağ olun, təşəkkür edirəm. Biz sosial şəbəkələrdən danışırıq. Ümumiyyətlə, Rasim, bu Azərbaycanda sosial şəbəkələrdə insanların aktivliyi ümumilikdə necə qiymətləndirilir? Ümumilikdə müsbət qiymətləndirirəm. Siz çox düz buyurursunuz ki, artıq Azərbaycan cəmiyyətinə Azərbaycanda istifadə olunan geniş leksikona bir sosial şəbəkələr anlayışı daxil olubdur. Və bu ilk növbədə internetdə mövcud olan Facebook, Twitter və bu kimi sosial şəbəkələrlə bağlıdır. Amma sosial şəbəkələr adından göründüyü kimi tək internetdə olan proseslər deyil, ümumiyyətlə heç belə qoyuram ki, heç informasiya texnoloji tətbiq olunmamışda da sosial şəbəkələr vardır. Çünki bunun tarixi internetdən öncə gedib çıxır. Hələ keçən əsrin 30-cu illərində bu istiqamətdə işlər aparılmışdır və 50-ci illərdən sonra daha da vüsət tapmışdır. Və son zamanlar sosial şəbəkələrin belə aktivləşməsi, kütləviləşməsi, internetin yeni bir eraya, yeni bir inkişaf mərhələsinə qədəm qoyması müşahidə edilir. Yəni ki, artıq internet əvvəllər olduğu kimi indi elektron poçta, veb saytları sadəcə olaraq təmasda olmaqla yox, artıq insanları bu və ya digər problemlər ətrafında, müəyyən saytların ətrafında bir sosial şəbəkələşmə, bir sosiallaşma prosesi gedir. Ona görə də bu 21-ci əsrin özəlliklərindən, təzahürlərindən biridir və bu proses dərinləşəcəkdir, çox yüksək sürətlə dərinləşəcəkdir. Hələ İspan sosiologu Manuel Castells deyirdi ki, 21-ci əsri xarakterizə edən əsas cəhətlərdən biri olacaq ki, dünyada şəbəkə cəmiyyətləri, şəbəkə dövlətləri formalaşacaq. Yəni ki, artıq sərhədlərdən asılı olmadan müəyyən o ənənəvi dövlətin sərhədlərini aşaraq müəyyən o yer kürəsinin üzərində insanlar arasında bu və ya digər problem, istər riyaziyyatçı olsun, istər fizik olsun, istər musiqisi olsun, istər yəni müxtəlif sosial qrupları müəyyən belə deyək ki, o onlayn mühit ətrafında toplayaraq müəyyən sosial şəbəkə yaradılacaqdır. Ona görə də sosial şəbəkələrin inkişafı hələlik təzədir. Hələ bunun Facebookuna baxsaq, biz bunun 2003-cü ildə onun yaranmasını görürük. Lap belə geriyə getsə 1995-ci il meydana gəlibdir. Yəni ki, 1995-dən bəri çox yüksək sürətlə inkişaf etməsi artıq milyonlarla tək bir Facebookda onların virtual sakinlərinin sayı 500 milyondan artıqdır. Yəni, Azərbaycanlılarda da sayı da artıqdır. Bəli, və o ki qaldı Azərbaycanla bağlı suala. Azərbaycan da demək bu istiqamətdə çox yüksək sürətlə inkişaf edir. Çünki informasiya, kommunikasiya texnologiyalarının həyatımıza daxil olması, iş fəaliyyətimizə daxil olması, gündəlik kompüterlə, internetlə təmasda olmağımız bunun yeni bir inkişaf mərhələsinə qədəm qoymasına gətirib çıxması təbii haldır və mən şəxsən bu demək təzahürlərdən, bu işlərdən mən çox sevinirəm ki, Azərbaycan vətəndaşları artıq sosial şəbəkələrin üzvlərinə çevrilirlər. Bu deməkdir ki, artıq Azərbaycan gəncləri, Azərbaycan vətəndaşları bu sosial şəbəkədə olmaqla, düzdür, onun mənfi tərəflərini də müəyyən görürsən, rast gəlinir. Hələ bu ümumi bu informasiya mədəniyyəti deyilən bir şey var ki, hələ o formalaşmayıbdır, onun hüququ hələ bərkiməyibdir, hələ kövrəkdir, heç bəlkə də əsasları qoyulmayıbdır. Çünki bunlar artıq bir hüquq ayrı-ayrı konstitusiyon mühitlərin üzərində bir hüquqsuz olan bir mühit yaradır. Və bu hüquqsuz olan, yəni hüququ olmayan, hüququ formalaşmayan bir mühit yaradır. Əlbəttə ki, burada problemlər vardır, şəxsiyyət yönümlü, müəyyən təhqirlər və s. Bütün bunlar olur. Amma bunlar hamısı mən hesab edirəm ki, müəyyən əngəllərdir, müəyyən belə problemlərdir. Əsas məsələ ondan ibarətdir ki, bu sosiallaşma prosesi gedir. Bunun özünün yaxşı halları çoxdur. Yəni bu, əgər Azərbaycan gözü ilə baxsaq, Azərbaycan tək bizim bu günləri o sərhədlə haşiyələnmiş Azərbaycanımız yox, dünyada yeni bir Azərbaycan formalaşır. Yəni harda bir Azərbaycan varsa, harda bir Azərbaycan vətəndaşı varsa, hesab edilir ki, orada bir Azərbaycan dünyası var. Ona görə də sosial şəbəkə Azərbaycanlıların olmasını mən yüksək qiymətləndirirəm və bu proses dərinləşəcəkdir. O ki qaldı, internetdən başqa bu sosial şəbəkələr indi sizin demək bu kitabın özünün əsas hədəfi tək internetdən gedən söhbətlərin getmir. Ümumiyyətlə onlayn mühitlərdə bilirsiniz ki, son zamanlar informasiya texnologiyaları ayrı-ayrı dövlət qurumlarında, ayrı-ayrı demək təşkilatlara təqdim olunur. Bütün bunların hamısı bu onlayn mühitlərdə bu və ya digər
gizli sosial şəbəkələrin aşkarı da var, gizlisi də var. O müəyyən qədər gizli deyəndə o mənada yəni ki, ictimaiyyətdən gizli söhbət getmir. Sadəcə olaraq o sosial şəbəkənin mövcudluğu haqqında müəyyən məlumatlar olmadığı üçün o sosial şəbəkələri aşkarlamaq, onu formalaşdırmaq, riyaziləşdirmək, modelləşdirmək, onun üzərində təhqiqatlar aparmaq, cəmiyyətin əhval-ruhiyyəsini, cəmiyyətdə olan münasibətləri müəyyən o kompüterin dili ilə, köməyi ilə onu müəyyən bir belə deyək ki, düsturlara gətirmək, təhlillər aparmaq, qiymətləndirmək cəmiyyətin özünün idarə olunması üçün yeni elmi nəzərə əsasları təşkil edir. Yanılmadan hətta deyə bilərik ki, bu sosial şəbəkələrin yaranması ayrı-ayrı elm sahələrinin inkişafına da bir zəmin yaradacaq ki, dünyanın harasında yaşamasından, harada olmasından asılı olmayaraq insanlar biri-biri ilə sıx əlaqədə olacaq. Belə fikir mübadilələri və yaxud da gördükləri işi məhz elə bu sosial şəbəkələr vasitəsilə biri-biri ilə paylaşacaq və bu da ayrı-ayrı sahələrin az əvvəl qeyd etdiyimiz kimi inkişafına zəmin yaradır. Və davamlı olaraq demək istəyirəm ki, ölkəmizdə bilirsiniz ki, informasiya texnologiya müxtəlif qurum tətbiq olunur və ümumiyyətlə ölkəmizdə bir elektron dövlət mərhələsində bir başlamaq ərəfəsindəyik biz. Düzdür, müəyyən qədər işlər görülübdür, amma bu proses dərinləşdikcə onun özündə bir sosiallaşma prosesi gedəcəkdir. Yəni ayrı-ayrı qurum, yəni təhsildə sosial şəbəkələr, elmdə sosial şəbəkələr, səhiyyədə sosial şəbəkələr və bütün istiqamətlərdə bu sosiallaşma getdiyi halda bunların cəmi elə elektron dövlət ortaya qoyacaqdır. Çünki insanların dövlət hakimiyyəti orqanları ilə və əksinə internet üzərindən, müəyyən şəbəkələr üzərindən danışması, ora iz qoyması, hansı müraciət etməsi, nə vaxt etməsi, yaşıdır, cinsidir və vətəndaş haqqında zəruri məlumatlar, bütün bunlar hamısı cəmiyyətin elektron mühitdə idarə olunması üçün yeni yanaşmalar tələb edir. Məhz bax bu kimi demək elmi nəzəri əsaslar, kitablar, monoqrafiyalar həmin işə dəstəkdir. Və bu kitabın özü bizim institut tərəfindən, yəni Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyasının bir qrup mütəxəssislərindən hazırlanıbdır və bizim institutda artıq son bir 7-10 ildir bu istiqamət araşdırmalar aparılır və araşdırma nəticəsi olaraq belə bir kitab ortaya çıxıbdır. Artıq bizim institutun bəzi demək ki, tədqiqatçıları bu istiqamətdə işlərini davam elətdirirlər. Yəni bizim institutun qarşısında duran əsas vəzifələrdən biri ondan ibarətdir ki, nəinki yeni elmi biliklər ortaya qoymaq, eyni zamanda dünyanın aparıcı elmi mərkəzlərində olan qabaqcıl texnologiyaları Azərbaycana gətirməkdir. Məhz həmin kitabın missiyası ondan ibarətdir ki, bu kitab bir qədər belə populyar yazılıbdır, bir qədər belə dərslik belə deyək ki, istiqamətində o stilə uyğun yazılıbdır ki, Azərbaycanda kütləvi şəkildə bu nəzəriyyələrə yiyələnsinlər. Artıq bu kitab dərc olunubdur müvafiq qurumlara və eyni zamanda ali təhsil müəssisələrinə, kafedralara, dekanlara göndərilibdir ki, bizim bax bu yeni yetişən bu informasiya texnologiyasının mütəxəssislər sosial şəbəkələrlə bağlı müəyyən biliklərə malik olsunlar və bu biliklərlə silahlanaraq ölkəmizdə demək elektron dövlətin o qurulmasına demək müəyyən dəstək versinlər. Yəni rəsmi ümid şübhəsiz ki, bu sosial şəbəkələrdə mövcud olan azərbaycanlılar Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində də özlərindən düşən işi görürlər və ümumiyyətlə bu işlərə nəzər saldıqda nə qədər belə deyək də azərbaycanlılar arasında populyardır ki, bu tendensiya ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məhz sosial şəbəkələr üzərindən aparılsın. Tamamilə düz buyurursunuz. Artıq qlobal dünyanın özü başqa cür qurulur. Yəni ənənəvi texnologiyaların fərqli olaraq qlobal dünyada bir virtual məkan formalaşır. Bu virtual məkanda bilirsiniz ki, artıq sərhədlərdən heç nədən asılı olmayaraq bütün insanların həmin o virtual məkanın özündə iştirak etməsi və birinci iştirakdan öncə gərəksən ora bir şey verəsən. Çünki Azərbaycanla bağlı gərək o kontentləri, bilgiləri, milli mənəvi dəyərləri özündə əks etdirən müxtəlif informasiyaları veb saytda yaradasan ki, bütün dünya sənin həqiqətləri bilsin. Yəni birinci addım ondan ibarətdir. İndi son zamanlar ölkəmizdə bu işə böyük dəstək verilir. Müxtəlif səviyyələrdə demək bu işə müəyyən qayğı göstərilir. Ona görə də artıq Azərbaycanla bağlı internetdə əgər bir 5-10 il bundan qabaq müəyyən bir məlumat axtarırsa, yox idisə, amma bu günləri görürsən ki, internetdə Azərbaycanla bağlı kifayət qədər məlumatlar vardır. Əgər onu ürəyə Azərbaycanla döyünən, belə deyək ki, o ruhu Azərbaycanla bir həm ahəng olan insanlar yaradırlarsa və dəqiq, doğru məlumat yaradırsa, bu çox yaxşıdır. Amma sizin dediyiniz kimi bəzi boşluqlar var ki, görürsən ki, heç də Azərbaycan xalqının marağına uyğun olmayan müxtəlif saytlar var bizim sərhədlərimizə, dövlətçiliyimizə, ümumiyyətlə müəyyən demək ki, Azərbaycanın maraqlarına zidd olan məlumatlar da vardır. Yəni informasiya belə deyək ki, müharibəsi bir deyilən bir anlayış da vardır ki, artıq qlobal dünyada bu terminlə, bu texnologiyadan geniş istifadə olunur. Azərbaycan da bax bu informasiya texnologiyalarından silahlanaraq həm ora kontentləri yaratmalı, təhvil verməli və virtual məkanın özünə yaxından iştirak etməlidir.
eyni zamanda da tək o kontenti yaratmaqla bir passiv mövqedə yox, eyni zamanda belə bir qolunu çirmələyib mübarizə aparmalıdır. Yəni mübarizə artıq ağıl mübarizəsidir, intellekt mübarizəsidir. Yəni o sosial şəbəkələrə yaxından iştirak etmək, faktlarla, dəlillərlə müəyyən faktlara cavab vermək və indi həm də onu mən bir müharibə meydanı kimi qəbul etmirəm. Çünki sosial şəbəkələrin özünün missiyası heç də informasiya müharibəsi aparmaq üçün deyil, amma lazım gəlsə onu da cavab vermək lazımdır. Çünki Azərbaycan maraqları təmin olunmalıdır. Əsasən mən indi o sosial şəbəkələri ictimaiyyətdə bir qədər başqa cür anlaşılır sosial şəbəkələr, amma biz elmi mühitdə sosial şəbəkələr var ki, yəni bir ölkədən başqa ölkəyə getmədən, hansı elmi mərkəzlərə ezamiyə getmədən, müəyyən xərclər çəkmədən, müəyyən problem üzləşmədən elə internetin üzərində görürsən ki, müəyyən bir problemlər ətrafında sosial şəbəkələr mövcuddur. Yəni ki, bunlar artıq çox asanlıqla bir-birinə məqalə göndərir, müəyyən seminarlar keçirirlər, video konferanslar keçirirlər. Yəni müxtəlif demək ki, bu texnoloji istifadə etməklə öz peşə istiqamətində səviyyələrini artırırlar, müəyyən dünyəvi o prosesdə yaxından iştirak edirlər. Yəni ki, tək o sosial şəbəkənin onun siyasi səviyyədə hansısa mübarizə aparılması o da bir yoldur. Yəni ki, onun özü də bir internetin verdiyi demokratik imkanlardır ki, sən orada özü ifa edirsən, fikri ifa edirsən, müəyyən o polemiklə iştirak edirsən. Bunun hamısı yaxşıdır, amma eyni zamanda qeyd etdiyim ki, sosial şəbəkələr dar çərçivəyə sığmır. O bütün sosial təbəqələri yaşından, hər şeydən asılı olmayaraq bütün insanları əhatə edir. Alimi də, o birisi də, bu birisi də hamısı sosial şəbəkələrdə öz maraqlarını təmin edə bilirlər. Eyni zamanda maraqlı bir məqama toxundunuz ki, bu informasiya müharibəsi şəraitində ümumiyyətlə bütün dünyada bu müharibə etiraf edək ki, aparılır və Azərbaycana qarşı da kifayət qədər belə bir təzyiq var idi. Şükürlər olsun ki, 5 il, 10 il bundan əvvəlkinə baxanda bugünkü gündə artıq Azərbaycan bu müharibədə özünü müdafiə mövqeyindən özünü təqdim edə bilmə, daha çox artıq öz informasiyaları ilə, öz həqiqətləri ilə hücuma keçmə mövqeyindədir və bu da əlbəttə ki, bizdə həmin bu informasiya texnologiyalarının inkişafı, elə bu sahədə görülən işlərin həqiqətən də çox böyük müsbət təqdirə layiq nəticələrinin sayəsində baş tutub. Yəni Rasim müəllim, bu digər bir aktual məsələlərdən biridir. Yəni insanlar bu dəqiqələrdə bizi izləyən gənclərimiz var əslində. Yəni ki, onlar üçün də çox maraqlıdır. Əslində sosial şəbəkənin məqsədi nədir? Çünki bəzi insanlar belə deyək də sosial şəbəkə dedikdə sadəcə internet dedikdə onların təsəvvüründə hər hansı bir tanışlıq saytından yaraşır. Eyni zamanda sosial şəbəkə arasında fərqi bilmirlər və yaxud da burada müxtəlif məqsədlər üçün istifadə də olunur. Əslində bu sosial şəbəkə nə üçün yaradılıb və onun mövcudluğu, eyni zamanda onun istifadəsi. Bilirsiniz, ümumiyyətlə lap interneti qoyaq bir tərəfə, cəmiyyətdə insanlar bu və digər sosial mühitlərdə fəaliyyət göstərir. Tələbə yoldaşı, iş yoldaşı, əskər yoldaşı, qonşuluq, həyətdə, müəyyən rayon üzrə, müəyyən bölgələr üzrə, müəyyən qurumlar, cəmiyyətlə belə şeylər var. Yəni cəmiyyətin özü ayrı sosial təbəqələrdən ibarətdir, ayrı sosiumlardan ibarətdir. Yəni hansı o real cəmiyyət hansı işləri görürlərsə, internet ondan da yaxşı imkanları verir. Yəni qohum-əqrabanın bir yerə yığışması, həmyerlilərin bir yerə yığışması, hansısa bir müəyyən vaxt tələbə yoldaşların bir yerə yığışması, yəni ki, müəyyən o sosial mühitlər var ki, onların bir yerə yığışması qeyri-mümkündür. Çünki fiziki olaraq onların vaxtı yoxdur, onların bir yerə toplaşması bəzən heç yer də tapmaq olmur. Amma internet şəbəkədə səndən zal istəmir, səndən hansısa bir müəyyən bir xərc istəmir, yol pulu istəmir, bir yerə yığışması. Hər kəs oturduğu yerdə, dünyanın istənilən nöqtəsində harda olmasına asılı olmayaraq, sən müəyyən bir sosial mühitə gələ bilirsən. Elə bunlara elektron sosiumlar deyirlər. Yəni bu elektron sosiumlar müəyyən maraqlar ətrafında heç bir xərc çəkmədən, belə deyək ki, cüzi bir internetin xərci varsa, onu qoyuran bir tərəfə, yəni heç bir xərc çəkmədən sən bunların arasında sosial mühit yaradırsan. Yəni cəmiyyətin də mahiyyəti ondan ibarətdir ki, bu insanlar bu və ya digər sosial mühitlərə fəaliyyət göstərsinlər. Yəni cəmiyyətin inkişafına, özünün inkişafına, demək ki, xidmət göstərsinlər. Yəni bu insan sosial mühitdən kənarda varsa bu insan deyil axı. Təbii ki, bu yaşadığımız cəmiyyətdə hər sahədə olduğu kimi bütün sahələrdə artıq kompüter texnologiyalarından istifadəyə keçmişik ki, həyat şəraitimiz daha da asanlaşsın, rahatlaşsın. Eyni zamanda qeyd etdiyiniz kimi sosial şəbəkələrin də xidməti ən əsası ondan ibarətdir ki, insanlar harasa toplanmadan öz dostluqlarını, öz yoldaşlıqlarını uzun müddətli sürdürə bilərlər. Eyni zamanda biraz əvvəl qeyd etdiyimiz kimi müxtəlif sahələrin inkişaf etdirilməsi istiqamətində təkcə Azərbaycanda deyil, hətta dünyada yaşayan insanlarla fikir mübadiləsinin aparılması, əlində olan dəyərlərin o insanlarla paylaşılması əlbəttə ki, mənəvi dəyərlərdən söhbət gedir. Biz sizə təşəkkür edirik. Maraqlı
maraqlı söhbət ətrafında sizinlə bərabər danışdıq və mən tamaşaçılarımıza bir daha bu kitabı təqdim etmək istəyirdim ki, sosial şəbəkələr adı ilə təqdim olunan bu kitabda çox maraqlı mövzularda, daha doğrusu sosial şəbəkələr haqqında maraqlı məlumatlar var. Sosial şəbəkə anlayışı, bu şəbəkənin indikatorları, bundan başqa biraz əvvəl mən nəzər saldım. Şəbəkənin analizi modelləri, servisləri, analizinin tətbiqləri və sosial şəbəkə analizi üzrə proqram təminatı bölümlərdir və bu bölümlər ayrı-ayrılıqda mövzularda sizin diqqətinizə çatdırılır və Rasim müəllimi qeyd etdiyi kimi bu daha çox dərs vəsaiti kimi sizə təqdim olunub. Bu isə demək ki, bundan hər bir şəxs özü götürüb istifadə edib bu sosial şəbəkələrlə daha yaxından tanış ola bilər. Təşəkkür edirik sizə, çox sağ olun. Bizimlə bərabər olacaq. Buna rəğmən psixoloqlar onda qeyd edirlər ki, sosial şəbəkələrdə kifayət qədər vaxtını keçirən insanlarda hər hansı bir problem var. Bu problemin başında isə sadəcə tənhalıq və reallıqdan kənarlaşma durur. Amma buna rəğmən siz təbii ki, sosial həyatı yaşamaqla yanaşı, eyni zamanda real həyatdan ayrılmamaq şərtilə yaşamaq lazımdır. Bütün bunları. Təbii ki, əlinizdə olan hər bir dəyəri çalışıb sağlam bir şəkildə istifadə etməlisiniz. Elə sosial şəbəkələrə üzv olanda da bu sağlamlığınızı qorumalısınız.